Deyirəm indi hamı fikirləşirsə də gün çıxdı belə olacaq. Hər il belə olur. Bax indi 2 gündən sonra qırğına baxın. Baxın görün. Ona görə qaqanızın da qırğını indidən başlayır bax. Qoydum 25 manata dublonkaları. Ondan sonra 15 manata nə deyirsiniz kapşonları, 10 manata vadalaskaları. Ya bura. Oralara 10 manata koydum, 11 manata koydum. Bak böyle 8 x'e giderdi. Tam zamokullarda 11 manatı bak. Tam zamokullu ceketler. Özünüz bilirsiniz de buna bak. Bunu 11 manata satmak olar. He. Buna bak sen canım, buna bakayım. Birleşin. Hindistan, Pakistan, ne bileyim, day Türkiye, Kitay da birleşse bu kıymete mal istehsalat eləyə Sonra dublonka qara rengi, ne bileyim o karisim renkleri 25 manata düştü. Ondan sonra girişte kutkalarımız 17 manata düştü. Burada da bahaların hamısı endirme saldım. O şimdi məhv qiymətinə qoymuşam. Yəni arxayın olmayın ki, hava belə istidir. Həmişə yanvarın 14'ündən 13'ündən sonra düz getdi fevralın axırına qədər qırğın çoğulur. Görürsünüz qriplər də yayılır, ona görə vaxtında geyinmək lazım.